Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Quran-ı Kerimdə imamət məsələsini müzakirə edirik. Quranda yer alan Nisa surəsinin 59-cu ayəsini müzakirə edirdik keçən bəhslərdə və aldığımız nəticə bu oldu ki, əmr sahibləri yalnız və yalnız məsum şəxs olmalıdır. Çünki bu Allaha itaət etməklə yanaşı bildirilmişdir. Necə ki, Rəsula, Peyğəmbərə itaət etmək mütləqdir. Onunla yanaşı zikr olunan məqamda kim olursa olsun, ona da itaət etmək mütləqdir. Və heç şübhəsiz bu itaət məqamında olan ismətə, məsumluğa sahib olmalıdır. Çünki Peyğəmbərə itaətin sirri onun məsum olmasıdır. Eyni zamanda biz məsələni daha genişləndirsək, görürük ki, bu əmr sahibi o şəxsdir ki, onun müəyyən bir xüsusiyyəti var. Elə bu xüsusiyyətlər də Qurandan ələ gəlir. Birinci xüsusiyyət elə ayənin özündədir, əmr sahibinin müsəlman olmasıdır. Bu, bütün məzhəblərin qəbul etdiyi bir məsələdir. Müsəlmanların rəhbəri müsəlman olmalıdır. Heç şübhəsiz Allaha təslim olmalıdır. Ayədə işlənən ulul əmri minkum, yəni özünüzdən, yəni siz müsəlmanlardan, yəni müsəlman olmalıdır. Ümumi olaraq buna görə Allah Taala istər kafiri, istər əhli kitabı özünə rəhbər götürməyi qadağan etmişdir. Yəni müsəlman heç bir formada Allaha kafir olanı və yaxud İslamdan qeyri-dini qəbul edən şəxsə itaət etməməlidir. Məsələn, Nisa surəsinin 141-ci ayəsində Allah buyurur ki, وَلَنْ يَجْعَلَ اللّٰهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلًا. Yəni Allah Teala kafirlərə heç bir zaman icazə verməmişdi. Yol açmamışdı ki, müminlərə rəhbərlik etsin. Yəni kafirin müminə rəhbər olmağa haqqı yoxdur. Yəni, haqqı yoxdur, yəni mümin heç bir zaman kafir bir rəhbərə tabi olmamalıdır. Eyni zamanda qeyri-din sahiblərinə də itaət etmək, onları özünə rəhbər götürmək heç bir formada Quran məntiqinə əsasən icazəli deyil. Maidə surəsinin 51-ci ayəsində Allah bu barədə buyurur ki, ey müsəlmanlar, heç bir formada kitab əhlini özünüzə rəhbər götürməyin. Ya eyyuhəl-ləzīnə əmənu, lə təttəğizul yəhud və nəsarə əvliya, bə'zuhum əvliyə bəz. Ey iman gətirənlər, yəhud və nəsaranı özünüzə rəhbər götürməyin, onlar bir-birlərinin rəhbəri və köməkçisidirlər. Bu, alınan əsas nəticədir. Bütün müsəlman alimləri bunu qəbul edir ki, bəli, müsəlmanın rəhbəri yalnız və yalnız müsəlman olmalıdır. Amma biz bilirik ki, müsəlman İki hissəyə bölünər ümumi baxışdan. Ədalətli müsəlman, ədalətsiz müsəlman. Sual, Allah burada hansı müsəlmana itaət etməyi istəyər? Ədalətsiz müsəlmana, ədalətsiz bir rəhbər heç bir formada ilahi qanunları, ilahi göstərişləri cəmiyyətdə yaymaz. İnsanları Allaha itaətə rəğbətləndirməz. Heç şübhəsiz Allah o müsəlmanın itaətini vacib bilir ki, o müsəlman ədalətlidir. Ədalətlidir. Həm özü pis əməl sahibidir, Allahın buyurduqlarını tapdamır və eyni zamanda Allahın qanunlarının cəmiyyətdə yayılmasını istəyir. Nəinki bir insan ədalətlidir, özünü qoruyur, namaz qılır və s. Bəli, bu da yaxşıdır. Amma bu, Quranın istədiyi deyil. Quranın istədiyi budur ki, özü də əməl etsin və eyni zamanda bu yüksək ilahi dəyərləri cəmiyyətdə təbliğ etsin, onun yayılmasını öz öhdəsinə alsın. Heç şübhəsiz bu rəhbərin ikinci xüsusiyyəti adil, ədalətli olmaqdır. Ədalətli olmağın da mənasını izah etdim ki, Quran məntiqinə əsasən ədalətli şəxs həm özü əməl edir, həm özgələrini əmələ dəvət edir. Həm özü çəkinir, həm özgələrini çəkindirir. Bu oldu adil bir şəxs, ədalətli bir şəxs. Üçüncü aldığımız nəticə də keçən bəhslərdə almışdıq bu nəticəni.
bu şəxsin məsum olmasıdır. Çünki Allaha, Allahın Rəsuluna itaətin sirri məsum olmağı idi. Buradakı Allah buyurur, ey iman gətirənlər Allaha itaət edin, onun Rəsuluna və əmir sahiblərinə itaət edin, mütləqdir. Necə ki, müsəlmanlar hər bir sahədə Peyğəmbərə itaət etməlidirlər, hər bir sahədə əmir sahiblərinə itaət etməlidir. Demək, əmir sahibləri ilə Peyğəmbərin arasında bir sinxiyyət var. O sinxiyyət bəli, hər ikisi müsəlmandır, hər ikisi adildir və bundan üstün hər ikisi məsumdur. Yəni, ismət məqamında. Bəli, bunlar arasında şiddət, dərəcə söhbəti var. Yəni, Peyğəmbərin isməti, Peyğəmbərin məqamı ən ucadır. Amma Peyğəmbərin məqamına daha yaxın olan bu əmir sahibləridir. Dediyimiz kimi, bu alınan, Qur'an-ı Kərimdən alınan nəticədir. Necə ki, Allah Teala deyir ki, hər hansı bir məsələdə ixtilaf etdikdə, bu ixtilafı Allaha qaytarın, yəni Allahın kitabına qaytarın. Biz də Allahın kitabına bunu dedik ki, sən ki, burada üçüncü bir məqamı, itaətini vacib bilmirsən, bu məqamda olanların xüsusiyyəti nədir? Qur'an-ı Kərimin ayələrini rəhbər götürərək bu nəticə alırıq ki, müsəlman yalnız müsəlmana təslim olmalıdır. Bu müsəlman yalnız və yalnız adil olmalıdır və bu müsəlman hər bir halda Allahın sözünü deməlidir. Hər bir halda Allahın sözünü deyən yalnız və yalnız məsumdur. Demək, bu ayə barəsində, necə ki, əvvəldə bunu bir neçə dəfə qeyd etmişdim, Əhl-i Sünnə Şiə ilə ixtilafdadır. Şiə deyir ki, bu ayənin əsas nümunəsi Əli ibn Əbi Talib və onun 11 övladıdır. Əhl-i Sünnə deyir ki, xeyr, bu ayənin nümunəsi ümmətdir, hakimlərdir, zalim olsa da rəhbərlərdir və s. Bunlar həm Şiə ilə bu ayənin barəsində ixtilafladılar, həm öz aralarında ixtilafladılar. Və müxtəlif hədislər də Peyğəmbərin adına öz kitablarında yazmışlar ki, Peyğəmbər buyurmuşdur ki, zalim bir rəhbərə də itaət etmək olar, insanları əlindən zorla bir məqamı alsa da, insanları məntiqsiz bir şey dəvət etsə də, dəvət edən hakim olsa da buna itaət etmək olar və bu kimi rəvayətlərin puç olduğunu, yalan olduğunu artıq biz görmüş oluruq. Növbəti məsələ bundan ibarətdir ki, biz Allahın kitabına müraciət edərək tam olaraq xüsusiyyətləri tapdıq. Bəli, burada tam olaraq Həzrəti Əleyhisselamın adı keçmir. Yəni, Quranın heç bir yerində demir ki, bu şəxs Həzrəti Əlidir. Amma Qur'an-ı Kərim bizə bir dənə meyyar verir. Bir dənə xüsusiyyət verir. Bu xüsusiyyət kimdədir? Heç şübhəsiz bu xüsusiyyət bizə nisbətdə ola bilsin azalıb xüsusiyyətləri. Amma Peyğəmbərin vaxtında, Peyğəmbərin zamanında ki, bu ayə nazil olmuşdu, səhabələr, müsəlmanlar bilirdi bu kimdir. Demək, biz hədis və tarix kitablarına müraciət edərək görə bilərik ki, bu ayəni kim özünə olduğuna iddia edib. Yəni, kim deyib ki, mən müsəlmanam, mən onların ədalətçisiyəm və eyni zamanda mən məsumam. Yəni, belə bir şəxs, belə bir məqamı kim iddia edib və iddia etməklə yanaşı bu məqam həqiqətən də ona layiqdir. Buradan biz artıq gedirik, Allah Rəsuluna müraciət edirik. Allah Rəsulundan da müraciət onun doğru hədislərinə və eyni zamanda digər mötəbər mənbələrə müraciət etməkdir. Bu barədə inşallah gələn bəslərdə siz əzlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.